kanalımıza xoş gəldik. Bu gün sizlərlə birlikdə mən Elay yeni bir maraqlı videomuzla kanala giriş edirik. Mənim düz 2 dəfə kanalım olub, ikisi də itib. Neyse onu sonra da deyərəm. Bu gün videomuz sual olacaq. Əgər bu videoya 5 like gələrsə bunun bölüm 2-sini bu həftə ərzində çəkib atacağam. Hər nəysə keçək suala. Dostlar, ilk sualımız delfinlər necə bir-birlərini tanıyar? Bundan əvvəldə bir dənə sual var idi. O şey çətindir. Bəlkə nəsə olar da, nəysə. Delfinlər necə bir-birini tanıyar? Yəni bildiyiniz kimi mən çox sosioloq və heyvanoloq üzrə mütəxəssis deyiləm ki, bu sualı cavablandırar. Onun üçün delfinlər necə bir-birini tanıyar? Məncə görmə qabiliyyətləri yaxşıdır. Bunlar deyirlər ki, bizim dərimiz bir-birimizə rətər oxşayır. Yəqin qohumlar. Məncə gözlərinə görə tanıyarlar bir-birlərinə. Dostlar, ilk sualımıza fail oldu. Cavab səslə imiş, səslə. İndi isə növbəti sual. Dostlar, texnik səbəblərinizdən dolayı bir kəsələrə nəysə qalasını sizdirməz. İndi isə Sual 8 ayların neçə rəyi var? Sual 8 ayların neçə rəyi var? Məncə, mən 8 aylarla gündə suda yaşadığım üçün bilmirəm. Onun üçün məncə yəqin ki, cavabı bilmirəm. Məncə, əgər məntiqli olsaq, bizim 2 ayağımız varsa, 1 ayağımız varsa, onun 8 ayağı varsa, 4 rəyi var. İndi cavabı öyrənirik. Dostlar, sualın cavabı 3 rəyi var imiş, 8 ayağının. İndi üçüncü sualımız belədir ki, quruda yaşayan ən böyük heyvan hansıdır? Mənim 2 təxminim var, zürafə və fil. Bunlardan məncə Azərbaycanın... Nəysə, məncə ya zürafə olacaq, ya fil olacaq. İndi boyutlarını hesablayanda zürafə boyu eşək boydadır. Onun üçün zürafədir məncə. İndi cavabını verəcək. Dostlar, o sualımızın cavabı nə idi? Fil idi. Yorumlara yazırsınızsa bu anı etiketləmin. Biabır olar yoxsa. Nəysə, indi növbəti sualımız quruda ən sürətli yaşayan heyvan hansıdır? Mənim fikrim odur ki, bu... Dəniz heyvanı. Bayaqki sualında cavabı düz idi, çita idi. Yəqin ki, bilərsiniz də. Bilməsiniz də gedin Mr. videosunu görəcəksiniz. Nəysə, indi sual yadımdan çıxdı. Nəysə, dənizdəki ən ağıllı heyvan. Mənim 2 tərcihim var. Biri delfindir. Delfinlər ağıllı olma, bacarır. Ağıllı olma nə də ağıllıdırlar. Biri də var. Delfindir cavab məncə. Dostlar, keçmiş sualın cavabı, 1900-lərdə sualın cavabı nə idi? Mən dediyim idi, delfin. İndiki sual isə odur ki, sudakı ən böyük heyvan məncə köpək balıqlardır. Onlar böyük olurlardı, ona görə. Dostlar, növbəti topaqlar kimi. Nəysə, növbəti... Keçmiş sualın cavabı göy balina idi. Məncə güc kimi getdim dediyim. Nəysə, ilk sualımızın cavabı. Növbəti sualımızın cavabı deyəcək. Növbəti sualımız elədir ki, quruda yaşayan ən böyük uça bilməyən quş hansıdır? Fikrimdə dəvə quşudur. Dostlar, növbəti sualımız suda yaşayan, amma arada bir çörə nə idi? Arada bir başını çıxardı, görür nə tərtibəcək, sonra girir içəri təzən. O heyvan hansıdır? Məncə köpək balığıdır. Mən də bir köpək balığı deyib dururam. Nəysə, köpək balığıdır məncə. Dostlar, növbəti sual keçmiş. Amma mən növbəti deyib dururam. Keçmiş sualımızın cavabı nə idi? Keçmiş sualımızın balina imiş. Balina. İndiki sualımızın isə quruda yaşayan ən uzun ömürlü heyvan. Buradan təbiət müəllimə salam olsun. Fikirləşim ən ömürlü heyvan. Pişik. Bilmirəm, niyə deyim, amma pişik gəldi yadıma. Dostlar, 30 sualımızın cavabı... 30 sualımızın cavabını sizə yazıyorum. Mən deməyəcəm. İndiki sualımızın cavabı nə idi? İndiki sualımız odur ki, rəng dəyişdirə bilən heyvan hansıdır? Məncə bu qələmun. Suda doğulub amma quruda yaşayan heyvanlar. Məncə
Əgər düz məntiqlə getsə, məncə pingvinlərdir. Nəysə dedim də pingvin. Ondan sonra indiki sualımız, keçmiş sualımızın cavabı amfibiyadır. Dəyişdirəm, dəyişdirəm. Deyəsiniz, bu nə? Nəysə. İndiki sualımız odur ki, B12 səviyyə əsirliyim var. Nəysə, indiki sualımız odur ki, itdir. Düz məntiqlə getməsək pişikdir, amma indi deyəcəm. Bal. Dünyanın növbəti sualının cavabı Yunus və yarasıymış. Yunus demirəm, yarası deyəcəm. İndiki sualımız dünyanın ən kiçik məməlisi hansıdır? Mənim fikrimcə cavab Azərbaycan. Cavab məncə arıdır. Keçmiş sualımız cavabı arı idi, amma yaban arısıdır. Harada bilmirəm, kullanarsınız. Mən də bilmirəm, adı kullanacaqsınız. Nəysə, indiki sualımız bambuk yeyən heyvan. Burada %100 troll deyəcək. Normalda cavablar çıxar, panda çıxar. Bizdə gələcək it pişik çıxacaq. Ona görə mən cavabı pandadan yönəldirəm. Zəka var, bədən var. Cavab? Oh my god. Dostlar, cavab pandadır. My god. Nəysə, video o qədər idi. Məndən bu qədər. İnşallah like atmalı olsun. Dediyim kimi 5 like atarsanız ayının köməyi ilə videonu yenidən çəkəcəyik. Əgər ay bir dənə tərs verməsə. Nəysə, 5 like atmağı unutmayın. 5 like-da yeni bir bu heyvanlar bölümü gələcək. Nəysə, özünüz like atmağı unutmayın. Hədəfimiz təbii ki 5 like-dir. Bunun gəlməsi üçün aşağıdan abunə olub, like atıb şərh yazmağı unutmayın. Hoşça qalın. Bye bye.